Salamlar, səfərimizin ilk günü. Təyyarədən inən kimi hiss etdim ki, bura tamam başqa bir aləmdir. Antalya bizi qucaqladı sanki. Biraz günəş, biraz dəniz qoxusu, quş səsləri, isti bir meh. O gün çox da ora-bura qaçmadıq. Qalayçının yaxınlığında qaldıq, amma içəri girmədik. Elə ətrafı biraz dolandı, tanışlıq verdik. Küçələrdə gəzəndə özümü film səhnələrindəki kimi hiss edirdim. Köhnə evlər, rəngli qapılar, hər küçədə bir macəra gizlənmiş kimi. Burada bir lift var. Buradan Qalayçına düşmək daha rahatdır. Nəsə konsertdir, nəsə. Giden gidene omuz başıma yedirme ben. O yüzden Bu şəhərin havası bir də başqa imiş. Dənizdən gələn yüngül külək adamı rahatladır. Günəş isə elə yumşaq vurur ki, nə istidir, nə də soyuq. Tam yerində. Bir sözlə, ilk gün bizə açılış səhnəsi kimi oldu. Səfərimizin ikinci günü ilk olaraq yuxarı Düdən şəlaləsinə getdik. Düzü, çox eşitmişdim bura haqqında, amma yerində görmək tamam başqa bir hissdir. Hələ uzaqdan gələn suyun səsi, axışı insanı özünə çəkir. Qəribə qoxu gəlir özdə buradan. İçəri girmək sadəcə qorxuram. Burada nəsə dərin bir yer var. Her şeyi duydum. Belki yüzün yok, perişan oldum. Ən maraqlı hissəsi oldu ki, şəlalənin altından keçmək olurdu. Suyun arxasındasan, amma hər şey görünür. Nəfəs almaq bir başqa cür olur orada. Həm sərin, həm təmiz, həm də biraz sehirli. Anası hardadır bilmirəm ana. Ana sən məndən ol. Gəl. Qardaşla atalım, amma bilmirəm hardadır. Hadi çok karanlık bir yere geldik. Dəhşət karanlıqdır. Ve göydən də su tökülür. Desəm buradan oyuna da heç kim getməyib. Qaqaş oradasınız? Oy Allah, çok su tökülür göydən. Oy. Ha? Çok da şimdi. Yer sudur. Salçıq oldum ata. Düdən şəlaləsindən ayrıldıqdan sonra yollandıq Kurşunlu şəlaləsinə.
çatanda bir an dayandım. Elə bir reallıqdan çıxıb bir başqa aləmə düşmüşdük. Suyun rəngi bir başqa idi. Nə tam mavi, nə də yaşıl. Elə bir göydən düşüb meşənin sirri ilə qarışmışdı. Təbiətin öz palitrası vardı burada. Deyəsən. Parkın içində belə qəşəng şirin məscid. Çox qəşəng düşünüblər məncə. Günün sonuna gəldik. Gözəl bir göl mənzərəsi.